Qeyd elədik ki, yəni bu plan əslində müəllimin elə bir kiçik bir layihəsidir. Yəni gün ərzində müəllimin kiçik bir layihəsidir və sizi belə qeyd eləyək ki, yəni iş üzü axaca eləyən, müəllim kimi sizin fəaliyyətdə, bizim hər birimizin fəaliyyətdə üzümüzü ağ eləyə biləcək bizim əsas işlərimizdən biri məhz bu planın hazırlanmasıdır. Bilirik ki, planlaşdırma həm illik planlaşdırma olur, yəni həm də cari planlaşdırma. Cari nədir? Bu dərsin planlaşdırmasıdır. Deməli, illik planlaşdırma sizin il ərzində keçəcəyiniz dərslərdir filandır. Yəni bunları öz əksini tapır. Cari planlaşdırmada isə, yəni cari planlaşdırma isə təbii ki, sizin yəni bu bir gündə fəaliyyətinizi, yəni illik planlaşdırma sizin il ərzindəki fəaliyyətinizi, cari planlaşdırma isə sizin belə qeyd eləyək ki, bir günün. Deməli müəllimlər, dərsin planlaşdırılması 3 prinsip əsasında gedir. 3 prinsip. Nədir bu 3 prinsip? Deməli, birinci təlim nəticəsinin müəyyən olunmasıdır. Baxın, burada qeyd eləyim mən. Bunu yox eləyim, hə. Deməli, birinci müəllimlər, təlim nəticəsinin olmasıdır. Baxın, bu təlim nəticəsi. Təlim nəticəsi olmalıdır. Deməli, birinci standart müəyyən eləyirsiniz. Standartdan təlim nəticəsi çıxarırsınız. Siz ümumi təlim nəticələri nə olduğunu bilirsiniz də. Yəni, şagirdin ola bilər ki, ilin sonunda, bu dərsin sonunda və yaxud da hansısa bir təhsil səviyyəsinin sonunda əldə edə biləcəyi, fənlə bağlı əldə edə biləcəyi bilik və bacarıqlar öz əksini tapır. Burada da birinci alt standart müəyyən olunur. Alt standartdan da təlim nəticəsi çıxarılır. Yəni, biz ilk öncə nəyi bilməliyik? Təlim nəticəsi müəyyənləşdirməyi bilməliyik. Daha sonra müəllimlər, qiymətləndirmə meyarı var. Qiymətləndirmə meyarı. Qiymətləndirmə nə deməkdir? Şagirdin etdiyi fəaliyyəti, deməli, etdiyi fəaliyyətin ölçülməsi. Qiymətləndirmə elə bilin ki, ölçü vahididir. Yəni biz şagirdin fəaliyyətini ölçdük. Yəni bu gün nə dərəcədə fəaliyyət göstərir? Biz bunu ölçməkdən ötəri qiymətləndirmə meyarı müəyyən edirik. Qiymətləndirmədə nəyə əsasən? Təlim nəticəsinə əsasən müəyyən olunur. Biz məsələn alt standartdan desələr ki, qiymətləndirmə alt standarta əsasən müəyyən olunur. Yox, alt standartdan çıxarılmış təlim nəticəsi əsasında müəyyən olunur. Yəni işin planlaşdıran müəllim də, yəni ikinci növbədə qiymətləndirmə meyarı müəyyən eləməlidir. Yəni müəllimin plan yazarkən birinci görəcəyi iş bilirsiniz nədir? Yəni birinci alt standartı yazdı. Alt standart siz hazır şəkildə qeyd edirsiniz. Alt standartdan siz təlim nəticəsi çıxarmalısınız. Bax birinci iş budur. İkinci işimiz nədir? Alt standart həmin o təlim nəticəsindən də qiymətləndirmə meyarı müəyyən edirik. Deməli bizim təlim nəticəsini müəyyən eləməyimiz artıq bizim işimizi rahatlandırır. Yəni biz artıq bilirik ki, yavaş-yavaş nə eləmək lazımdır? Yəni şagirdi necə qiymətləndirmək lazımdır? Bu dərsdə necə bir fəaliyyət etmək lazımdır? Necə bir fəaliyyət qurmaq lazımdır ki, şagirdlər də belə qeyd eləyək ki, dərsi rahat şəkildə mənimsəmiş olsunlar. Deməli dedik ki, deməli, yəni müəllimin şagirdin nə dərəcədə öyrəndiyin bilməsini sübut edən, müəllimə göstərən və şagirdin özünü haqqında da özünə məlumat verən əsas vasitə burada qiymətləndirmədir və qiymətləndirmə meyarının olmasıdır. Sonra gəlir müəllimlər öyrənmə fəaliyyətləri. Öyrənmə fəaliyyətləri nədir və burada müəllim hansı işi icra etməlidir ki, bu öyrənmə fəaliyyətlərinə daxil olsun. Öyrənmə fəaliyyətləri zamanı keçmişdik, üsullar keçdik, sonra belə deyək ki, iş formaları var, fərdi, cütlərlə, qrupla, bütün siniflə iş formasıdır. Bax, öyrənmə fəaliyyətləri hissəsinə aiddir iş üsulları, iş formaları, daha sonra müəllimin istifadə etdiyi resurslar, o kitabdan istifadə edib, iş vərəqlərindən istifadə edib, elektron lövhədən istifadə edib, yəni istifadə elədiyi demək iş üsulları, iş formaları, belə deyək, istifadə etdiyi resurslar, yəni müəllimin bir dərsi keçməsi üçün müəllimə kömək edən bütün vasitələr hamısı aiddir öyrənmə fəaliyyətlərinə müəllimlər. Deməli burada qeyd eləyir ki, aşağıda qeyd eləyir ki, baxın, elə bax burada da özündə qeyd eləyib iş üsullarıdır və bir də müəllimlər, metodik vəsaitdən istifadə. Metodik vəsaitin özündə də bizə çox yol göstərilir. Bax, bu da özü də öyrənmə fəaliyyətlərinə yəni kimi özünü göstərə bilər. Yəni bu da müəllimin işinə istiqamət verir. Yəni öyrənmə mühitinin ümumilikdə necə olacağı barədə. Baxın, məsələn siz deyək ki, əvvəlcədən bir film çəkirsiniz, mövzunu müəyyən elədiniz. Məsələn, oxucuya, məsələn və yaxud da dinləyiciyə çatdırmaq lazım olduğu fikri çatdırdınız. Məsələn, əsas şeyləri müəyyən elədiniz. Müəyyən eləyəndən sonra biz bunu necə çatdırmalıyıq? Biz necə çəkməliyik? Əlimizdə hansı vasitələr olmalıdır? Biz bunu harda çəkməliyik? Harda reallaşdırmalıyıq kimi suallar üzərində düşünmək öyrənmə fəaliyyətlərinə aiddir. Sonra müəllim deyir ki, dərs demək olar ki, yaxşı keçməsi, arzu olunan məqsədlərə çatması üçün, yəni əslində bu belə deyək də, bu plan nümunəsi müəllim üçün yol xəritəsidir sanki. Yəni elə ki, navigatorda müəllim artıq öz bugünkü fəaliyyətdə öz işini necə görəcəyini bilir. Yəni bu xüsusiyyətlər müəllimi daha öncəki mövzularda keçəcək proaktiv eləyir. Proaktiv nədir? Proaktiv əvvəlcədən deməli düşünülmüş bunun bir planı var. Əvvəlcədən düşünün. Bax məsələn bir iş görürsüz də elə deyil. Bir iş görən zaman məsələn görəcəksiniz də onu. Əvvəlcədən nə edirsiniz? Plan qurursunuz. Deyirsiniz ki, belə də, yəni mən bunu belə
belə eləyəcəm, fikirləşirsiniz. Sonra fikirləşirsiniz ki, olmadı belə, oldu belə. İkinci planınız da olurdu onun haqqında. Elə deyil. Bu olur B planı. Yəni müəllim problem yaranan zaman deyir ki, məsələn, sabahkı dərsimi keçəcəm elektron lövhə ilə. Elektron lövhə olacağından belə falan. Elə şərait yaranır ki, məktəbdə bir dənə elektron lövhə var. Elə şərait yaranır ki, müəllim o otaqda dərsi keçə bilmir və müəllim əlindəki imkanlarla nə etməlidir? Dərsi effektiv şəkildə yenə də təşkil etməlidir. Yəni müəllimin hər zaman A planı ilə yanaşı B planı da olmalıdır. Mütləq şəkildə bunu qeyd etməlidir ki, proses zamanı onun işi yenə də axıcı şəkildə davam edə bilsin. Deməli, biz dedik ki, dərsin planı nədir? Müəllimlər, yəni müəllim üçün yol xəritəsidir sanki. Yəni bir navigator rolunu oynayır. Yəni yol göstərir müəllimə. Birinci nə olmalıdır? Birinci burada olmalıdır, dərsin məqsədi müəyyənləşməlidir. İkinci, qiymətləndirmə üsul və vasitələri müəyyən olmalıdır ki, müəllim bax qiymətləndirmə üsul vasitələri nədir müəllimlər? Deməli dərsin məqsədindən biz qiymətləndirmə meyarı çıxarırıq. Qiymətləndirmə meyarı çıxaranda, yəni biz uşağı hansı formativ qiymətləndirmə üsullarını istifadə edərək qiymətləndirəcəyik. Yəni orada var da, yəni formativ qiymətləndirmə üsulları çoxdur. İndi biz bunu bu dərsin bu hissəsi sizə qiymətləndirməni keçəndə daha da aydın olacaq. Çünki formativ qiymətləndirmənin də özünün müxtəlif üsulları var. Yəni biz hansı formativ qiymətləndirmə üsullarını istifadə edəcəyiksə qiymətləndirmə bölümündə yazacağıq. Yəni müəllim gündəlik plan yazarkən bax bu yadda qalsın. Mən bunu dəfələrlə niyə görə deyirəm? Çünki bu yadda qalmalı bir şeydir. Əslində yəni mövzular hamısı asandır. Amma diqqətlə dinləyək, aydın olsun. Mənimsəmə aydın yəni mənimsəyək ki, sonra işimiz də rahat olsun. Deməli, dərsin məqsədi birinci müəyyən olmalıdır. Dərsin məqsədi çıxarılır 6 standartdan. Bax bir də yadda saxlayın. 6 standart özü heç vaxt təlim məqsədi kimi götürülə bilməz. Bu halda hansı hallarda ola bilər? Ola bilər ki, 6 standartın əhatə dairəsi qısaldır. Bəzən 6 standart, yəni uzun bir cümlədən ibarət olur. Biz uzun bir cümlədən ibarət olan bir 6 standartı, yəni məzmun standartını biz təlim nəticəsi kimi götürə bilmərik. 6 standart bəzən elə olur ki, son dövrlərdə 6 standartların belə deyək ki, qısaldıblar. O qısaldığına görə bəzən elə olur ki, 4 sözdən ibarət olan bir cümlə olur. Bəli, biz bu halda bunu təlim nəticəsi kimi götürə bilərik. Və bəzən də mənasında, məzmunda konkretlik varsa və bu bizim mövzumuza yaxındırsa, əlbəttə ki, biz bunu məsələn, yəni özünü təlim nəticəsi kimi götürə bilərik. Amma uzun-uzadı cümlələrdən ibarət olmamalıdır. Sonra qiymətləndirmə üsul vasitələrini ki, şagirdləri hansı formada qiymətləndirəcəyik, qiymətləndirmə meyarında cümlə hansı şəkildə olacaq, biz bunu təbii ki, yenə də dərsin məqsədinə əsasən müəyyən olunur. Dərsin məqsədinə çatmaq üçün dərs zamanı görüləcək işlər. Bax, bayaq dedim ha, hansı işləri görəcəksiniz, nə edəcəksiniz? Bunlar da hamısı dərsin məqsədinə əsasən müəyyən olunur. Yəni biz şagirdləri qiymətləndirməmiz, dərs öyrənmə fəaliyyətləri, bunlar hamısı daxil olacaq. Hamısı dərsin məqsədindən qaynaqlanacaq. Hə, müəllimlər. Deməli, burada qeyd olunur ki, tədris deyir 3 mərhələli deyir burada. Bir fəaliyyət kimi düşünsək, birinci mərhələ şagirddən əvvəl baş verəcək hazırlıq. Deməli bu nə deməkdir? Sabah sizin dərsiniz olacaq. Siz axşam oturursunuz, icmal yazırsınız. Bu dərsin olur. Deyir ki, dərsi 3 mərhələli bir proses kimi düşünsək. Deməli siz bu gün axşam oturursunuz, icmal yazırsınız. Bu dərsin olur birinci mərhələsi. İkinci mərhələ nədir müəllimlər? Bu olur hazırlıq mərhələsi yəni. İkinci mərhələ isə dərs zamanı baş verən. Yəni dərs zamanı sizin gördüyünüz işlər, uşaqlarla qrup işi eləyirsiniz, debat üsulunu deyək ki, reallaşdırırsınız və s. yəni uşaqlarla gördüyünüz fəaliyyət bunun ikinci mərhələsidir. Və ən sonuncu isə qiymətləndirmə mərhələsi. Hansı ki, dərsin sonunda uşaqları qiymətləndirirsiniz, gündəliyə formativ qiymətləndirməni qeyd edirsiniz. Bu olur müəllimlər, üçüncü mərhələ. Yəni qiymətləndirmə özü, yəni dərs prosesinin üçüncü mərhələsində özünü göstərmiş olur ki, şagirdlər nə dərəcədə mənimsəyirlər mövzunu, yəni bunu ölçən ancaq qiymətləndirmədir. Sonra bəs müəllimlər, biz dərsi necə planlamalıyıq? Dərsdə nələr öz əksini tapmalıdır? Gəlin indi bu məsələlərə diqqət eləyək. Deməli, belə qeyd eləyək ki, dərsin planlaşması zamanı biz nələrə diqqət edirik? Birinci yenə də dediyimiz kimi, görürsüz bir cümləni kitabda dəfələrlə qeyd eləyir. Əslində yəni mən də əvvəllər yəni bunun əksinə idim ki, kurikulum söz yığınıdır, amma söz yığını deyil. Əslində biz bu kimi ifadələri dalbadal və tez-tez eşitsək, bizim qavramamız daha da yaxşı olacaq. Nəzərə alsaq ki, kurikulum qeyri-ixtisas fənnidir. İndi gəlin burada baxaq, diqqət eləyək. Deyir ki, burada birinci dərsin məqsədi müəyyən olmalı. Dərsin məqsədi müəyyən olunmalıdır və dərsin məqsədi müəyyən olunarkən belə qeyd eləyək ki, yəni şagird özünə başa düşür ki, müəllim ondan nə gözləyir? Müəllim ondan nə gözləyir, müəllim ondan nə istəyir və dərsin sonunda şagird nə əldə edəcək? Şagirdin nə əldə edəcəyi? Şagird burada dərsin məqsədini müəyyən etmək şagirdin özü üçündür də müəllimlər. Ki mən bu gün dərsin sonunda nə əldə edəcəm? Deməli orada bu aydın şəkildə qeyd olunmalıdır. Sonra formativ qiymətləndirmə üsulu orada qeyd olunacaq ki, hansı üsulla, məsələn rubliklə deyək ki, şagird hansı rubliklə şagird qiymətləndiriləcək də orada və eyni zamanda onun məzmunu, yəni qiymətləndirmə meyarı öz əksini tapmalıdır. Sonra müəllimlər fəaliyyət zamanı, yəni dərs zamanı görüləcək işlər orada mütləq şəkildə özün göstərməlidir ki, yəni müəllimlər hansı iş görəcəklər, müəllim şagirdlərlə hansı işi görəcək dərs prosesində. İndi siz bilirsiniz ki, artıq yəni bütün bu dediyi icmal yazmaq filan bu interaktiv dərsə aiddir. İnteraktiv dərsdə müəllimin şagirdin əməkdaşlıq etdiyi bir mühitdir.
müəllimin şagirdlə əməkdaşlıq etdiyi bir, yəni dərs mühiti nəzərdə tutulur. Deməli, davam eləyək. Bura qədər aydındır da. Deməli, birinci dərsin məqsədi, sonra formativ qiymətləndirmə müəyyənləşdirilməsi, sonra fəaliyyətin müəyyən olunmasıdır. Yəni müəllim fikirləşir ki, hansı iş üsulundan istifadə eləyəcəm, hansı iş formasından istifadə eləyəcəm, mən dərsdə hansı resurslardan istifadə eləyəcəm, dərsi necə təşkil eləyəcəm, dərsə hansı otaqda keçəcəm. Yəni bütün bunları müəllim əvvəlcədən müəyyənləşdirirsə, yəni bu da artıq olur öyrənmə fəaliyyətləri. Deməli, keçid eləyək digər səhifəyə. Aha, davam eləyirik. Deməli, dördüncü müəllimlər burada qeyd olunub. Dördüncü burada qeyd olunub. Bircə dəqiqə. Dördüncü olaraq burada qeyd olunub ki, müəllimlər, dərs zamanı fəaliyyətlər müxtəlif öyrənmə tipinə aid olan şagirdlərə uyğun qurulmalıdır. Bu nə deməkdir? Dərsi biz ancaq yaxşı oxuyan uşaqlara görə qurmamalıyıq. Dərs mühitini elə qurmalıyıq ki, bu hər bir şagird üçün əlçatan olmalıdır və hər birinə bərabər imkanlar yaratmalıdır. Yəni bütün şagirdlər fəaliyyətə cəlb oluna bilməlidir. Yəni məsələn tutalım ki, karusel üsulunu reallaşdırdıq. Yəni karusel üsuldur, dəyirmi masadır. Gördünüz biz oxuyanda dedik ki, bütün şagirdlərə eyni anda canlanmasına kömək eləyir. Yəni şagirdlər bir-birlərinə fəaliyyətinə kənardan baxa bilirlər. Akvarium özü olsun elə. Uşaqlar məsələn canlanır. Düzdür, akvariumda yəni müzakirədə hər bir şagird iştirak etməyə bilər, amma şagirdlərin çoxunu aktiv halda saxlayır. Ya müşahidəçi kimi, ya da müzakirəçi kimi. Deməli burada yəni fəaliyyət də elə qurulmalıdır, üsullar da elə müəyyənləşdirilməlidir ki, hər biri bir-birini tamamlamalıdır. Sonra bax gördünüz hansı resurslardan istifadə eləyəcək müəllim. İndi burada yəni belə çox geniş yazıb. İndi ona görə hansı resurslardan istifadə edəcək və real dərs zamanı meydana çıxa biləcək çətinliklər. Bayaq dediyim o B planı. Məsələn tutalım ki, biologiya müəllimi dərsi bitkilər, çiçəklər üzərində müəyyən bir praktika göstərmək istəyir və dərs zamanında yağış yağır. Müəllim bunu əvvəlcədən nəzərə almalıdır ki, hə yağış yağacaq. Yağış yağacaq, bəs onda mən dərsi keçməyim, nə edeyim? Müəllim onda alternativ plan fikirləşməlidir. Ola bilər ki, hər hansı bir dibçəkdə gül üzərində, yəni bu praktikanı şagirdlərə göstərə bilər. Yəni mütləq bizim bir planımız olmalıdır. Sonra müəllimlər, bir də ki, sizə belə qeyd edeyim ki, illik və gündəlik plan mütləq şəkildə məktəbin real imkanlarına uyğun olmalıdır. Məsələn, tutalım bədən tərbiyə müəllimi yazır ki, məsəl üçün, məktəbdə uşaqlar hovuzda nə bilim belə falan hərəkətlər eləyirlər, hovuza tullanırlar, nə bilim basketbolda nə bilim falan hərəkətlər nümayiş etdirirlər və s. Əgər bu məktəbdə basketbol zalı yoxdursa, hovuz yoxdursa, müəllim artıq bu o deməkdir ki, məktəbin real imkanları nəzərə almayıb. Yəni bu o deməkdir ki, illik plan və cari plan nümunəsi məktəbdən məktəbə dəyişə bilər müəllimlər. Məktəbdən məktəbə dəyişə bilər. Yəni şərt o deyil ki, hər məktəb eyni plan yazmalıdır, eyni formada plan yazmalıdır. Yəni bu fərqlənə bilər. Çünki bu da nədən irəli gəlir? Məktəbin real imkanlarına. Hər bir məktəbin, yəni imkanı indirir. Mən 3 il əvvəl bir müəllimi hazırlaşdırırdım. Deməli Lerikdən idi. Lerikin Veri kəndindən. Qeyd eləmişdi ki, müəllim, günlərin bir günü deyir bizdə bədən tərbiyə müəllimi dedi ki, bəs hovuzdan yəni falan hərəkətlər falan da şagirdlər üçün də yəni reallaşdırılıb təlim nəticəsi çıxarıb və o deyir ki, mən deyir onda da deyir müəllimə dedim ki, bəs Lerikdə, Ucqar Dağ kəndində hovuz nə gəzir də? Çünki burada artıq müəllim onu yazıb, amma məktəbin real imkanı nəzərə almayıb. Real imkan olaraq məktəbdə hovuz yoxdursa, şagird müəllim onu, yəni uşaqla o deməkdir ki, yəni bizim qurduğumuz dərs şagirddən ötəridir. Əgər biz məktəbdə hovuz yoxdursa, deməli sən şagirdə bu dərsdə heç nə öyrətmədin də. Yəni bu o deməkdir. Yəni məqsədimiz şagirdlərə nə isə öyrətməkdir. Onların öyrətməsinə şərait yaratmalıdır və biz fəaliyyətimizi də o şəkildə qurmalıyıq ki, doğrudan da onlar zənginləşə bilsinlər və əldə etdikləri biliklərlə özlərini zənginləşdirə bilsinlər. Sonradan da araşdırma apara bilsinlər. Aydın oldu? Yəni illik və gündəlik plan nümunəsi Təhsil Nazirliyi tərəfindən standart formada verilməyib. O hər bir məktəbə görə dəyişə bilər. Məktəb var ki, imkanları çox zəngindir. Hər bir otaqda deyək ki, rəqəmsal belə deyək, lövhələrdən istifadə olunur. Məktəb var ki, cəmsi 2 otaqda ya bir otaqda görsəz ki, ağıllı lövhə ola bilər. Qalan otaqlarda demək olar ki, deməli yoxdur, o imkan yoxdur. İmkan əlçatan deyil. Ona görə də müəllim də öz fəaliyyətini düşdüyü məktəbə əsasən qurmalıdır ki, yəni uşaqlar da effektiv təhsil ala bilsinlər. Deməli, gündəlik planda müəllimlər nələr öz əksini tapılmalı? Birinci bax biz nə yazırıq? Alt standartı yazırıq müəllimlər. Hansı ki bu alt standartı biz jurnala da yazırıq. Biz alt standartı həm alt standart harda öz əksini tapır? Bax bunu qeyd eləyin istəyirəm və sualda verəcəm. Alt standart harda yazılır? Alt standart müəllimin illik planında, gündəlik planında və bir də jurnalda müəllimlər. Harda əksini tapır? İllik planda, gündəlik planda və müəllimin jurnalında öz əksini tapır. Əsasən bunların üçündə öz əksini tapmalıdır alt standart. Və biz dedik ya, cari planda qiymətləndirmə meyarı yazılır və yaxud da təlim məqsədi alt standartdan çıxardığımız təlim məqsədi yazılır. Jurnala təlim məqsədi yox. Çünki bu uzun olar da, jurnal dövlət sənədidir. Biz ona ancaq alt standartı yazırıq. Alt standartı yazırıq və elə ki, belə həm jurnal, həm illik plan
bizim dərslə bağlı ümumi fəaliyyətimizi ehtiva edir. Amma alt standartdan məqsəd çıxardıb yazmağımız dərslə bağlı elə ki, daha ətraflı fəaliyyətimizi ehtiva edir, yəni cari plan. Ona görə də biz təlim məqsədlərini cari planda yazırıq. Biz o təlim məqsədini illik planda yazmırıq. İl ərzində bizim keçirdiyimiz belə deyək ki, ümumi fəaliyyətlər özündə əks etdirir. Yəni mövzu yazırıq, standart yazırıq, tarix yazırıq, qiymətləndirmənin növünü yazırıq. Yəni bax bu şəkildə. Yəni bunları qeyd edirik. Amma bu gündəlik planda isə biz təbii ki, birinci yazırıq, standartı yazırıq. Sonra müəllimlər mövzunu yazırıq. Mövzumuz nədir? Məsələn, tutalım ki, Müsibət Fəxrəddindir. 1 standartı. Yuxarıda yazılır ki, 1 standartı. Məsələn, 1 sonra 1 standartını reallaşdırdınız. Bir də ki, 1 5 standartını reallaşdırdıq. Hə? Yazdıq bunların ikisini reallaşdırdıq. Sonra müəllimlər, indi bunları silin qoy. Hə, bunları silin. Hə, deməli, birinci alt standartı qeyd elədik. Sonra buna nə oldu? Deməli, müəllimlər. Niyə alınmadı? Hə. Bunu seçim. Nəysə. Hə, deməli birinci biz nəyi yazdıq müəllimlər? Birinci nəzərdə tutulan alt standartları yazdıq. Sonra mövzunu yazdıq. Sonra dərsin məqsədini yazırıq. Deməli birinci alt standartı yazırıq, mövzunu yazırıq. Sonra müəllimlər başlayırıq həmin o alt standartdan təlim nəticəsi çıxardırıq. Yəni bu dərs üçün təlim nəticəsi çıxardırıq. Sonra dərsin məqsədinə uyğun qiymətləndirmə meyarı müəyyən eləyirik. Qiymətləndirmə meyarında dərsin məqsədindən çıxardırıq. Məqsədinə uyğun yazırıq ha. Məsələn, ola bilər ki, biz dərsdən şagirdin dərsin sonunda tutalım ki, ismin hallarını məsələn öyrənməsi ilə bağlı dərsin məqsədi müəyyənləşdirmişiksə, biz burada durğu işarələrini qiymətləndirə bilmərik. Yəni qiymətləndirmə meyarı dərsin məqsədinə uyğun. Mövzuya yox ha, mövzu yox. Dərsin məqsədinə uyğun olmalıdır. Çünki niyə müəllimlər? Niyə? Biz dedik ki, dərsin məqsədi alt standarta əsasən müəyyən olunur. Alt standartlar şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni biz alt standartdan təlim nəticəsi çıxardaraq, ona uyğun da qiymətləndirmə meyarı müəyyən edib reallaşdırırıqsa, deməli biz dövlətin qoyduğu tələbi yerinə yetirmiş oluruq və bu da bizim vəzifəmizdir. Biz bunu etməliyik. Sonra müəllimlər dərsin məqsədinə uyğun olaraq biz öyrənmə fəaliyyəti müəyyən eləməliyik. Bizim bu gün dərsimizin məqsədi nədir? Dərsimizin məqsədi nədirsə, biz ona uyğun öyrənmə fəaliyyəti müəyyən etməliyik. Hə, biz ona uyğun öyrənmə fəaliyyəti icra etməliyik. Öyrənmə fəaliyyəti nədir? İstifadə olunacaq forma, üsullar. Yenə də dəyişdim qələmi. Hə, istifadə olunacaq forma və üsullar, məsələn, hansı iş üsulundan, iş formasından istifadə etdim, hansı resurslardan istifadə etdim və s. bunlar öz əksini tapacaq. İndi müəllimlər, bayaq da dedim, yenə də qeyd edirəm, qiymətləndirmə də müəllimin dərsinin məqsədinə nə dərəcədə çatıb-çatmadığını müəyyən edən fəaliyyətlərdən biridir. Qiymətləndirmə müəllim burada qiymətləndirmə zamanı həm öz işinin keyfiyyətini müəyyən etmiş olur, həm də şagirdlər dərs zamanı öz fəaliyyətlərini ölçə bilirlər. Yəni müəllim qiymətləndirmə meyarını və şagirdlərin fərqli fəaliyyətlərə görə alacaqları məsələn qiymətləri, formativ qiymətləndirmə qeydləri haqqında əvvəlcədən məlumat əldə etməklə və sonda qiymətləndirmə, hansı ki, jurnalda öz əksini tapır o qiymətləndirmə, ona əsasən öz fəaliyyətlərini də ölçə bilirlər. Aydın oldu? Həm müəllim öz fəaliyyəti barədə məlumat alır, hansı şagird, hansı qiymətə əsasən müəyyən olunur. Çünki burada müəllimin formativ jurnalda olur. Formativ jurnalda artıq o gündəlik öz belə deyək ki, hansı şagirdi necə qiymətləndirəcəyi barədə müəyyən qeydlər aparır. Belə. Dedi ki, yəni qiymətləndirmə, istər həm qiymətləndirmə, həm öyrənmə fəaliyyətləri dərsin təlim nəticəsinə əsasən müəyyən olunur. İndi gəldik burada öyrənmə fəaliyyətlərinə müəllimlər. Yenə də sileyim, çünki burada çox qarşılıq oldu. Aha, deməli. Deməli, burada müəllimlər öyrənmə fəaliyyətləri, yəni qoyulan təlim nəticələrinə çatmaq üçün görülən işləri təsvir edir. Məsələn, aparılacaq işləri təsvir edir. Siz hansı işləri görəcəksiniz dərsdə, artıq yəni məlumatınız var bu barədə. Deməli, ola bilər ki, sinifdə kiçik qruplar şəklində işlər reallaşdıracaqsınız və s. filan. Yəni bu artıq sizin öz öhdənizə qalıb. Məsələn, dərsi reallaşdırmaq artıq sizlik bir şeydir də, belə deyək. Yəni bu da daxildir öyrənmə fəaliyyətlərinə. Bildikdə nələr daxildir? Birincisi təlim nəticəsi, şagird nə əldə edəcəksə, nə öyrənəcəksə, bu təlim nəticəsidir. Şagirdin deməli
özü barədə məlumat alması, müəllimin şagirdin öyrənməsi haqqında məlumat alması, yəni fəaliyyəti barədə məlumat alması qiymətləndirmədə bu gün hansı işlər görüləcək? Burada şagirdlər harda hərəkətə keçirsə, iş görürsə, orada artıq öyrənmə fəaliyyətləridir və burada da əsas işi şagird özü görməlidir. Məsələn, tutalım ki, ədəbiyyatda 1-1-1 standartı. Məsələn, şagirdlər daha çox burada tanış olmayan sözlərin mənasını lüğətdən istifadə edərək aydınlaşdırırlar. Buna uyğun olaraq biz təlim nəticəsi seçdik ki, məsələn, lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını aydınlaşdırırlar. Buna uyğun da qiymətləndirmə meyarı müəyyən elədik və şagird burada nə edəcək müəllimlər? Məsələn, məndən soruşur ki, müəllimə, müəmma sözünün mənası nə deməkdir? Mən ona deyirəm ki, izahlı lüğətə baxaraq, izahlı lüğət və ya da kitabın arxasındakı lüğətdən istifadə edərək mənanı müəyyənləşdirə bilərsən. Yəni mən şagirdə cavabı vermədim, onun işini istiqamətləndirdim. Zaten müəllimin də təhsil prosesində əsas rolu şagirdin fəaliyyətinə kömək etməkdir. Yəni cavabı şagirdə demək yox, əslində onu mənbəyə istiqamətləndirməkdir. Mənbə nə idi? Lüğət idi. Mən dedim ki, get lüğətə bax, lüğətdə araşdır. Lüğətdəki həmçinin uşağın izahlı lüğəti varsa izahlı lüğətə baxacaq, ya da ki, məsələn, kitabın arxasındakı lüğətdən istifadə edəcək. Kitabın arxasındakı lüğətdən tapmadısa, izahlı lüğətdən və ya da hər hansı bir uşağın özündə yoxsa, sinif yoldaşından, qrup şəklindədirsə, qrupun daxilində zaten məsələn mən tələb eləmişəm ki, müəllim olaraq izahlı lüğət lazımdır. Uşaqlar alıblarsa, avtomatik olaraq izahlı lüğətə baxırlar. Deməli, müəllimlər, qeyd elədik ki, təlim nəticəsi, yenə də təlim nəticəsi qeyd olunduğu ki, gündəlik dərsin planlaşdırılmasında müəllimin ilk işi birinci alt standartdan təlim nəticəsi çıxarmalıdır. Biz alt standartı hardansa götürüb hazır şəkildə yazırıq. Amma təlim nəticəsini çıxartmaq artıq biz özümüz də burada artıq fikri olaraq, düşüncə olaraq fəaliyyət göstəririk. Yəni bizim birinci işimiz təlim nəticəsi müəyyən eləməkdir. Ən çətin iş də təlim nəticəsi müəyyən etmək. Təlim nəticəsini müəyyən etdikdən sonra artıq biz qiymətləndirmə meyarını müəyyən edirik. Müəllimlər, təlim nəticəsini müəyyən eləyən zaman biz oradakı feillərə diqqət eləməliyik. Nə? Oradakı feillərə diqqət eləməliyik. Deməli, nəyə diqqət eləməliyik? Oradakı feillər əslində Bloom taksonomiyasındakı feillər olmalıdır. Yəni, şagirdləri fəaliyyətə yönəldən həm idraki, həm emosional, affektiv, həm də ki, psixomotor fəaliyyətə cəlb eləyən, belə deyək ki, feillər olmalıdır. Yəni, şagirdi hərəkətə gətirəcək. Məsələn, idrak taksonomiyası ilə bağlı feil orada, məsələn, əlavə etmişiksə, bu o deməkdir ki, şagird idraki fəaliyyətə başlayacaq. Və bilirsiniz ki, insanın həm nitqini, həm də insanın hərəkətlərini idarə eləyir. Nə? İnsanın idraki, insanın düşüncəsi, ağlı idarə eləyir. Və ona görə də əsasən idrak taksonomiyasının feillərindən istifadə olunmalıdır. Biz bəzən deyirik statik feil anlayışı. Statik feili isə şagirdi hərəkətə gətirə bilməyən feillər olur. İndi gəlin aşağıdakı cədvələ diqqət edək. Bax, əgər biz statik feil o deməkdir ki, yəni burada əsas işi müəllim görür, yəni şagird sadəcə burada obyekt kimi durub baxır. Amma şagird yönümlü fəaliyyət deyəndə isə şagird burada bərabər, yəni tərəfdaşdır. Bütün işləri şagird özü görəcək, amma müəllim ona istiqamət verəcək. İndi gəlin feillərə diqqət edək. Essenin giriş hissəsini yazmağı öyrədir. Bax, bunu kim eləyir? Bunu müəllim eləyir. Elə deyil. Axı dərs nədən ötəri qurulub? Şagird öyrənsin deyə. Şagird öyrənməsindən ötəri də hazırki kurikulum, ümumiyyətlə hazırki müasir təhsil proqramı belə deyək ki, dərslərin praktiki şəkildə keçirilməsinin tərəfdarıdır. Yəni hazırki dövrdə dərsliyə salınan bütün mövzular real həyatda belə deyək ki, reallaşdırıla bilən, yəni praktik şəkildə həyata keçirilə bilən bir mövzulardır. Ona görə də mövzu da elə seçilməlidir. Əvvəllər elə idi ki, şagird dərsi danışırdı. Məsələn, ədəbiyyat dərsini deyək. Şagirdlər öyrəşmişlər ki, dərsin birini öyrənsinlər. Heç mənanı başa düşmədən, heç nəzəriyyəni anlamadan dərsi gəlib əzbər danışıb getsinlər. Biz özümüz də elə olmuşuq. Əzbər danışaq deyə müəllim ona görə qiymət yazacaq. İndi elə deyil. İndi şagirdin düşünməsinə yönəldiyinə görə, yəni şagirdə artıq praktiki fəaliyyətlər verir. Deməli, öyrədir deyəndə burada fəaliyyət müəllimin özünü əks etdirir. Ona görə də biz buna deyə bilmərik ki, yəni bu artıq effektivdir. Ona görə də biz bunu heç vaxt təlim nəticəsi kimi götürə bilmərik. Məsələnin həlli yolunu göstərir. Göstərən müəllimdir də. Bunu axı şagird özü etməlidir. Məsələn, bax gəlin birinciyə baxaq. Deyir ki, essenin giriş hissəsini yazır. Deməli, burada yazan şagirddir. Öyrəndiklərini tətbiq etməklə giriş hissəsini yazdı. Deməli, giriş hissəsini yazırsa, uşaq tətbiq eləyir. Bu da Bloom taksonomiyasını tətbiq etmə mərhələsinə aiddir. Yəni, şagird essenin giriş hissəsini yazmaqdan ötəri öyrəndiyi qaydaya əsasən bunu etməlidir. Və bu da tətbiq etmə mərhələsidir. Sonra məsələni həll edir. Uşaq məsələni həll edirsə, deməli, burada bir proses var, prosedural bilikdir. Məsələni həll edirsə, artıq burada praktiki fəaliyyət var müəllimlər. Praktiki fəaliyyət də nədir? Məsələni uşaq həll eləyir. Məsələni həll edirsə, deməli, uşaq tətbiq edir. Bloom'un idrak taksonomiyasını uşaq tətbiq etmə mərhələsindədir. Deməli, Bloom taksonomiyasının feilləri şagirdi hərəkətə istiqamətləndirir, şagirdi fəaliyyətə istiqamətləndirir, həvəsləndirir və onun işini idarə edir. Amma müəllim deyir ki, müəllim göstərir. Nə olsun, müəllim göstərdi, şagird etmədi axı bunu. Şagird axı burada nə öyrənmiş oldu? Yəni, biz bir işi dəfələrlə icra etdiyimiz zaman o işi daha yaxşı, çevik şəkildə edə bilirik də və öyrənmə o zaman baş verir. Məsələn, biz yemək bişirməyi öyrənməsəydik, bir dəfə səhv etməsəydik, 2 dəfə səhv etməsəydik, biz yaxşı yemək bişirə bilərdik? Yox. Yəni, dərs prosesi də odur ki, əsas şagirdin burada səhv edib 2 alması yox.
Yox. Əsas odur ki, səhv edib səhvindən nəticə çıxarmasına yönəlir. Sonra deyir ki, şagirdin vətənpərvərlik hissi aşılayır. Bu müəllimin vəzifəsidir, müəllim bunu etməlidir. Artıq bu artıq üstün səviyyə qaldırmamalıdır. Yəni müəllim bunu dərsi keçən zaman bunu etməlidir. Şagirdlə bunu etməlidir, aşılamalıdır bunu. Bir də var ki, vətənpərvərlik hissini nümayiş etdirir. Deməli müəllim bunu əvvəlcədən dərs prosesi zamanı bu barədə təlimatlandırıb şagirdi və şagird artıq o öyrəndiyini artıq nümayiş elətdirir, göstərir. Vətənpərvərliyi artıq nümayiş elətdirir. Ola bilər ki, alır gətirib partasının üstünə bayraq qoyur. Ola bilər ki, məsələn vətənpərvərliklə bağlı tədbirlərdə fəal iştirak edir. O barədə şeirlər öyrənir. Yəni fəallıq göstərir də bu istiqamətdə. Yəni bu da olur, artıq şagird nümayiş elətdirməsi, öyrəndiyini nümayiş elətdirməsidir. Burada artıq şagirdin fəaliyyətinə cəmləşmişdir. Bundan əlavə müəllimlər, yəni burada şagird özü səy göstərməlidir. Yəni səy göstərməlidir şagird bundan ötəri. Yəni şagirdin əziyyəti burada bunun taksonomiyasının feillərinə istifadə olunmalıdır. Çünki bu şagirdi hərəkətə, fəaliyyətə sövq eləyir və dərs prosesi doğrudan da şagird yönümlü olur. Ümumiyyətlə belə deyək ki, şagird yönümlü, şagird mərkəzli yanaşmada əsasən burada şagirdin fəaliyyəti əsas götürülür. Müəllim mərkəzli isə işi bütün hər şeyi müəllim edir. Şagirdlər sadəcə müəllim idarə edir burada şagirdlər. Amma bəzən biz axı üsullarda keçdik axı. Elə üsullar var ki, bunlar dəfələrlə icra olunandan sonra, şagirdə vərdiş yaradandan sonra şagirdlər özləri prosesi icra edə bilərlər. Məsələn, Sokrat dialoqu idi, başqa hansı üsullar idi ki, yəni bir çox üsullar var idi ki, məsələn şagirdlər prosesi özləri idarə edə bilərdilər. Şagirddə yəni vərdiş yaranandan sonra. Yəni bu nə deməkdir artıq? Yəni interaktiv təlimdir. Şagirdlə müəllim bərabər hüquqlu tərəfdaşdırlar və ona görə də dərs prosesində şagird də yəni söz haqqına sahibdir. Burada söz deyə bilər, sual verə bilər, nəyisə sual altında qoya bilər. Məsələn şagird də məsələn mən şagirdlərimə deyirəm ki, gəl filan şeyi izah elə. Məsələn başa düşməyənlər başa düşsün. Yəni mənim roluma girməklə özü başlayır izah eləməyə. Yəni şagirdə də bir fəaliyyət verdim. Mən məsələn tutalım qeyd etdik ki, əməkdaşlıq və kommunikasiya üsullarına nə dedik? Şagird həm o zaman başa düşür ki, bilik mənbəyi təkcə müəllim deyil, eyni zamanda öz həmyaşıdlarından da, öz sinif yoldaşlarından da yəni nəyisə öyrənə bilər. Yəni bu nə deməkdir? Bu eyni zamanda şagirdin ön yarğılarını kənara qoymasına gətirib çıxarır. Deməli, keçək. Deməli, keçək digər səhifəyə. Deməli, gəldik burada danışırıq smart. Smart'a keçməmişdən əvvəl yenə də qeyd edeyim ki, yəni yenə də bax görürsüz burada, bunu dəfələrlə vurğulayır burada. Dəfələrlə vurğulayır ki, bəs burada taksonomiyanın, baxın, taksonomiya, yəni bunun taksonomiyasına açar feillərindən istifadə eləmək lazımdır. Yəni bilir, öyrənir, görür, nə bilim, tapır. Hə nə olsun? Tapdı nə olsun? Nə oldu? Tapdı neynədir ki? Heç nə. Bilir, güya uşaq müxtəsər vurma düsturlarını bilir. Hə nə olsun ki, bilir. Uşaq məsələn öyrəndiyi düstur əsasında deyək ki, məsələn deyək ki, tapşırığı asanlıqla yerinə yetirir. Öyrəndiyi, deməli artıq yerinə yetirir. Yerinə yetirir artıq burada uşağı hərəkətə gətirən, yəni bunun taksonomiyasına aid olan nədir? Feildir, şagirdi zehni olaraq hərəkətə gətirir, şagirdi düşündürür və onu fəaliyyətə sövq edir. Amma məsələn bilir, uşaq müxtəsər vurma düsturlarını bilir. Nə olsun? Bildi güya nə oldu? Neynədir ki? Heç nə. Hazır şəkildə onun qaldı beynində. Yəni burada yaddaş məktəbi oldu. Amma şagird o düsturdan istifadə edərək tapşırığı asanlıqla yerinə yetirə bilirsə, deməli burada artıq uşaq düşünür, öz biliyindən, yəni öz biliyinə, hazır biliyindən istifadə eləyə bilir. Yəni artıq burada da öz yerini, yəni düşüncə məktəbinə vermiş olur. İndi müəllimlər ən məşhur belə deyək strategiyalardan biri də nədir? Müasir təlimdə belə qeyd eləyək ki, smart texnologiyasından istifadə olunmasıdır. Smart nədir? Smart nədir? Təlim məqsədi müəyyənləşdirərkən smart nədir? Və bu smart müəllimlər, smart təlim məqsədlərinə aiddir. Yəni təlim məqsədləri bax bu şərtlərə uyğun olmalıdır. Gəlin görək, nə öyrənmə fəaliyyətinə aid deyil, nə də qiymətləndirməyə aid deyil. Görürsüz, yuxarıda qeyd etmişik ki, təlim məqsədi. Bu smart təlim məqsədinə aiddir. Gəlin görək, bu smart nədir? Bu 5 dənə hərf nədir? Nə deməkdir? Bunların mənası nədir? Bunlar ingilis dilindədir. Hər birinin özünün mənası var. Spesifik olmalıdır. Spesifik bilirsiniz ki, özünə məxsus olmalıdır. Birinci olaraq biz təlim məqsədlərini alt standartdan təlim məqsədi elə çıxartmalıyıq ki, bu spesifik olmalıdır. Yəni təlim məqsədlərində 2, 3, 4 bilik bacarığı yox, bir dənə bilik bacarığı tələb etməlidir, reallaşmasını tələb etməlidir. Tutalım ki, siz yazmısınız ki, məsələn deyək ki, oxuduğum mətnə əsasən əsərin məsələn deyək ki, ideyasını müəyyənləşdirir. Bu oldu bizim alt standartımız. Oxuduğumuz mətn bizim nə ola bilər? Hekayə də ola bilər, əfsanə də ola bilər, pyes də ola bilər. Artıq bu zaman konkretləşir. Təlim məqsədi, yəni özünə məxsus olur. Ola bilər ki, hər hansı bir mətn oxudu.
Məsələn, bu məlum deyil. Ədəbiyyatdırsa, deməli janra görə bu dəyişir müəllimlər. Janra görə dəyişir. Yəni təlim məqsədi alt standarta nisbətən daha konkretdir. Amma söz yox ha, alt standart, əsas standart, məzmun standartının daha da konkretləşdirilmiş formasıdır. Amma alt standart biz bir neçə dərsdə alt standartı edə bilərik, amma təlim məqsədini bir dərsdə edirik. Alt standartı, məsələn, tutalım ki, 4-1-6 standartının, siz ismi də keçəndə də edə bilərsiniz, feili keçəndə də edə bilərsiniz, nə bilim, zərfi keçəndə də bunu reallaşdıra bilərsiniz. Məsələn, 5-ci sinifdən ötəri tutalım, edə bilərsiniz. Amma məsələn, ondan çıxardığınız təlim məqsədi, məsələn, sırf zərfi əhatə eləməlidir, sırf ismi əhatə eləməlidir, sırf feili əhatə eləməlidir. Yəni ona görə deyir ki, spesifik olmalıdır. Yəni dərsin sonunda şagirddən hansı bilik bacarığı, konkret olaraq hansı bilik bacarığının tələb olunacağını göstərməlidir. Aydın olur fikrim? Spesifik deyəndə o olmalıdır. Yəni məzmun konkret olmalıdır. Şagirddən bir fəaliyyəti tələb etməlidir, bir neçə fəaliyyəti yox. Deməli müəllimlər, ikinci gəlməlidir, gəlir burada nədir? Ölçülə bilən olmalıdır. Yəni təlim məqsədi qiymətləndirilə bilən olmalıdır. Yəni biz ondan doğru düzgün qiymətləndirmə meyarı çıxara bilməliyik. Yəni təlim məqsədi necə konkretdirsə müəllimlər, qiymətləndirmə meyarına elə konkretdir. Yəni biz bundan təlim məqsədi elə olmalıdır ki, biz ona uyğun qiymətləndirmə meyarı çıxara bilək. Yəni bu olmalıdır. Qiymətləndirmə meyarını çıxara bilməliyik, yəni ona uyğun. Sonra müəllimlər ölçülə bilən olmalıdır da. Yəni biz şagirdə elə bir əvvəldən təlim məqsədi müəyyən etməliyik ki, biz sonra özümüz girinci qalmamalıyıq da. Bilməliyik ki, uşaqda nəyi qiymətləndirəcəyik. Və uşaq bilməlidir ki, müəllim ondan hansı bilik bacarığı tələb edir. Müəllimin dərsin sonu üçün şagirdindən gözləntisi nədir? Bu açıq-aydın şagirdlərin bir də müəllimlər spesifik ona görə olmalıdır ki, şagirdlər hər biri onu lövhədə oxuyanda onu başa düşməlidirlər. Bir də müəllimlər bir şey deyim, bunu qeyd edeyim mütləq. Dərsin bir lövhədə müəllim dərs keçərkən birinci müəllimin edə biləcəyi davranış, addım birinci dərsə girəndə həm də təlim məqsədini, həm də qiymətləndirmə meyarını lövhədə yazmaqdır. Niyə görə lövhədə yazmalıdır? Əgər biz bunu şifahi şəkildə şagirdə desək, şagird bunu unudar. Və şagird dərs prosesi zamanı, yəni dərsin əvvəlindən sonuna qədər o yazılı lövhədə qalmalıdır ki, şagird unutmasın ki, dərsin sonunda hansı bilik bacarığı yiyələnəcək. Unutmasın ki, nəyə əsasən qiymətləndiriləcək. Deməli, dərs prosesində dərs başlayan zaman lövhəyə yazılmalıdır. Lövhəyə nə yazılmalıdır? Lövhəyə yazılmalıdır təlim məqsədi, bir də qiymətləndirmə meyarı müəllimlər. Təlim məqsədi, bir də qiymətləndirmə meyarı. Sonra dedik ki, ölçülə bilən olmalıdır. Dərsin məqsədi əgər spesifikdirsə, əgər konkretdirsə, müəllim onu rahat qiymətləndirir. Və şagird özü də bilir ki, müəllim ondan nə tələb eləyir. Yəni bunu başa düşür. Şagird özü ona uyğun davranır. Yəni ölçüləməyən müəllim girinci qalmır da. Müəllim bilir ki, konkret olaraq tutalım. Bax belə bir şey deyək. Dedik ki, bayaq nə dedik? Bir dənə məsələn deyək ki, şagird demək mətndə deyək ki, mətni oxuyarkən öyrəndiyi söz və ifadələri nitqində istifadə edir. Əgər siz ola bilər ki, uşağa hekayə oxutmusunuz. Şagird məsələn hekayədə öyrəndiyi söz və ifadələrə əsasən nitqini tənzimləyir. Deyək ki, fikirlərini axıcı ifadə eləyir. Yəni cümlədə ola bilər ki, sözdə məsələn alt standartın özünə olduğu kimi yox, sözdə müəyyən dəyişiklik eləyə bilərsiniz. Bu sizdən asılıdır. Edə bilərsiniz. Amma o alt standartdan mütləq şəkildə çıxarılmalıdır. Sonra siz artıq qiymətləndirmə meyarını müəyyən edirsiniz. Qiymətləndirmə meyarını müəyyən edirsiniz ki, öyrəndiyi söz və ifadələrdən nitqində istifadə edir, çətinliklə istifadə eləyir, öyrəndiyi söz və ifadələri, mətndən öyrəndiyi söz və ifadələrini, deyək ki, hekayədə öyrəndiyi, hekayəni oxuyan zaman öyrəndiyi, məsələn, qısa da eləyə bilərsiniz də, hekayədə öyrəndiyi söz və ifadələri nitqində çətinliklə istifadə edir, demək, və yaxud da istifadə etməkdə çətinlik çəkir, bax onda bunu qeyd eləyə bilərsiniz. Müəllimin köməyi ilə demək, müəyyən etməkdə müəllimdən kömək alır. Yəni hekayədən öyrəndiyi söz və ifadələrdən nitqində istifadə edir. Hekayədən öyrəndiyi, bax qiymətləndirmə meyarında biz gündəliyə də belə yazırıq. Əgər uşaq doğrudan da hekayədə öyrəndiyi söz və ifadələrdən doğrudan da yaxşı istifadə eləyə bilmirsə, biz yazırıq ki, öyrəndiyi söz və ifadə, bu cümləni eyninə yazırıq. O çətinlik çəkər olan hissəsindəki cümləni eyninə yazırıq. Yəni uşaq başa düşür ki, yəni çətinlik çəkdi də bu gün. Doğrudan da yəni işini effektiv şəkildə icra edə bilmədi və nəticədə də müəllim onu belə qiymətləndirdi. Bir də müəllimlər niyə görə deyirik qiymətləndirmə dərsin sonunda aparılır? Qiymətləndirmə ona görə dərsin sonunda aparılır ki, biz dərsin ortasında şagirdin gündəliyini götürüb qiymət yaza bilmərik. Bunu ancaq dərsin sonunda edə bilərik. Deməli mən qeyd elədim və sonra ən sonuncuda müəllimlər 4-cü səviyyədə qeyd edirik ki, hekayədən öyrəndiyi söz və ifadələrdən nitqində effektiv şəkildə istifadə edir. Artıq şagird heç kəsin köməyinə ehtiyac duymadan, nə bilim çətinlik çəkmədən və yaxud da ki, qismən etmədən, yəni bunu rahatlıqla ifadə edir. Artıq effektiv şəkildə edir. Yəni heç kəsin köməyi olmadan ifadə edir və bunu da yenə də gündəliyə yazmalıyıq. Bəzən olur uşaqlar üçün yazırıq yüksək, nə bilim əla, afəri. Bu qısaldılmış formalardır. Amma cümlə şəklində yazmaq şagirdin fəaliyyəti barədə aydın təsəvvürü əldə etməsinə kömək olur. Həm şagirdin özünə, həm də valideynin özünə aydın təsəvvür əldə etməsinə kömək olur. Sonra müəllimlər gəlir burada
Məqsəd belə deyək də, əlçatan olmalıdır. Yəni necə? Siz şagirdi məsələn dərsdə məsələn sinifə giririk, müxtəlif cür uşaqlar var. Biri var ki, çox yaxşı oxuyur, biri orta səviyyədə, biri də çox zəifdir. Dərsin belə deyək ki, təlim məqsədi elə qurulmalıdır ki, bütün uşaqlar üçün eyni olmalıdır. Nətər eyni olmalıdır müəllimlər? Yəni nə çox asan olmalıdır. Siz zəif uşaqları düşünüb onu asan qura bilmərsiniz. Güclü uşaqları düşünüb onu çətin qura bilmərsiniz. Yəni burada hər bir uşağa bayaq dedik ya differensial yanaşma. Yəni şagird müxtəlifliyini nəzərə almaq lazımdır. Yəni elə nəzərə almaq lazımdır ki, şagird bunu asanlıqla əldə etməməlidir. Çalışmalıdır, araşdırmalıdır, ondan sonra əldə etməlidir. Yox, deyən kimi şagird suala cavab verdi, bu bizim təlim məqsədimiz ola bilməz. Təlim məqsədində olan bilik və bacarıqlar. Biz nə zaman nə isə, məsələn biz tutalım ki, öyrənirik ki, bozbaşa nələr gedir, hə? Biz bu zaman öyrənmirik. Biz bozbaşı qalxıb bişirən zaman öyrənirik. Yəni çətinlik çəkdiyimiz zaman. Yəni biz bozbaş bişirmək istəyirik, birinci onun reseptini əldə eləyirik, reseptini əldə edəndən sonra əziyyət çəkirik, birinci soğanı doğrayırıq, gözümüz yaşarır, nəticə etibarilə yeməyi bişiririk. Yəni biz çətinlik çəkdik də müəllimlər. Belə deyək də, çalışdıq, əldə elədik də. Yəni çətinlik belə deyək də, belə deyək. Şagird onu çalışaraq əldə etməlidir. Yəni çətinlik çəkməməlidir bundan ötəri. Şagird axı çətinlik çəksə, müəllim ona istiqamət verməsə, şagird axı o fəndən nifrət eləyər, o fəndən uzaqlaşar. Yəni bizim məqsədimiz maksimal olaraq fənni uşağa sevdirməkdir. Bunun üçün də müəllimin nəzarəti uşağın üzərində olmalıdır. İstiqamət verməlidir. Sualın cavabını deməməlidir. Sualın cavabına şagirdi istiqamətləndirməlidir və şagird çalışaraq onu tapmalıdır. Tutalım ki, biz elə mövzular düşür ki, məsələn deyək ki, dərsliyə. Biz onu 2 dərsə əhatə edirik və elə vaxt olur ki, biz şagirdin o haqda esse yazmasını tələb edirik və ev tapşırığı olaraq veririk. Və ev tapşırığı olaraq veririk və şagird gedir internetdən də araşdırmalar apararaq, dərslikdə öyrəndiyi mətn əsasında onları əlaqələndirir, bir dənə esse yazır. Yəni esse bilirsiniz də qısa olur, esse yazır. Və burada nə oldu? Şagird araşdırdı, araşdırandan sonra esseni özü yazdı. Hardansa nəsə köçürtmədi. Şagirdin yəni öz yaradıcılığıdır. Sonra müəllimlər er olmalıdır. Er dedik, real imkanlar nəzərə alınmalıdır. Bayaq dedik ki, məsələn məktəbdə ərazisində hovuz yoxdursa, basketbol zalı yoxdursa, müəllim burada onu yaza bilməz. Və yaxud da ağıllı lövhə yoxdursa, müəllim belə deyək ki, gündəlik icmalını yaza bilməz ki, demək mən elektron lövhədən istifadə etməklə şagirdlərdə məsələn falan bacarıqları formalaşdırdım. Xeyr, bu ola bilməz. Yəni məktəbin real imkanı nəzərə almalıdır. Həm illik planda, həm də gündəlik planda. Sonra müəllimlər time. Time da bilirsiniz ki, vaxt, T hərfi, vaxt deməkdir. Yəni müəllim fəaliyyət üçün vaxt müəyyən etməlidir. Şagirdlər həmin vaxt müddətində, yəni təlim məqsədi məsələn bu dərs üçün reallaşdırılırsa, bu vaxt üçün reallaşdırılır və o vaxt nəzərə alınmalıdır. Yəni birinci təlim məqsədini reallaşdırıla bilən vaxt müəyyən olunmalıdır. Məsələn, ola bilər bu 45 dəqiqədə reallaşdırıla bilər. Elə təlim məqsədi var ki, müəllimlər elə standart var ki, 2 dərsdə həyata keçirilə bilər. Deməli bunun üçün 2 dərslik bir vaxt müəyyən olunur. Yəni müəyyən vaxt şərtinə riayət etmək lazımdır. Vaxt limitinə riayət etmək lazımdır ki, yəni bir dərsi biz həddən artıq reallaşdırsaq, təbii ki, illik planda axı müəyyən etdiyimiz mövzuları tam şəkildə reallaşdıra bilmərik. Yəni onun vaxtı mütləq şəkildə müəyyən olmalıdır. Bir də müəllimlər təlim məqsədi zamanı hansı səhvlər edilir? Bax bunlara bir fikir vermək lazımdır. Həddən artıq çox təlim məqsədi müəyyən olunması. Bir dərsdə maksimum, bax bunu yadda saxlayın, sual verəcəm. Maksimum 3 dənə deməli təlim məqsədi reallaşdıra bilərsiniz. Maksimum 3 dənə təlim məqsədi müəyyənləşdirə bilərsiniz. İndi hal-hazırda elə müəllimlər var ki, 1 dənə eləyir, eləsi var 2 dənə eləyir. Yəni bir dənə təlim məqsədi, bir dənə alt standart götürüb ona bir dənə təlim məqsədi çıxartmaq olar yəni. Yəni əsas odur ki, müəllim onu tam-tamına reallaşdıra bilsin. Ola bilir ki, dərs prosesində əlavə xaos olur, təlim məqsədinin sayı 4, 5, müəllim bunu reallaşdıra bilmədi. Eləsi var ki, heç onun adını çəkə bilmədi və onda müəllim bunu reallaşdıra bilməyəcək, eləyə bilməyəcəyi bir şeyi heç vaxt qeyd etməməlidir. Nəyi edə biləcəksə, onu qeyd etməliyik. Sonra müəllimlər şagirdlərə bildirilmir. Baxın, mən bayaq nə dedim? Təlim məqsədi müəyyən olunan zaman, şagird belə qeyd eləyək də, şagirdə bildirilməlidir. Yəni lövhəyə yazılmalıdır. Həm təlim məqsədi, həm də qiymətləndirmə meyarı. Bu şagirddən ötəridir. Bəzən deyir müəllimlər bunu unudurlar və yaxud da gərəksiz hesab edirlər. Yox. Şagird artıq özü bilməlidir ki, neynir. Belə deyək, cari plan müəllimin fəaliyyətini istiqamətləndirir. Təlim məqsədi də şagirdin fəaliyyətini istiqamətləndirir. Qiymətləndirmə fəaliyyəti də şagirdin prosesə daha da məsuliyyətli yanaşmasına əks elətdirir. Aydın olur fikrim. Cari plan müəllimin fəaliyyətini istiqamətləndirir, təlim məqsədi isə şagirdin fəaliyyətini istiqamətləndirir. Şagirdi artıq təsəvvür yaradır ki, nə edəcək. Sonra müəllimlər təlim nəticəsinin çox mürəkkəb şəkildə yazılması. Mürəkkəb olmamalıdır. Sadə şəkildə qeyd olunmalıdır. Yəni şagirdlərin burada səviyyəsi nəzərə alınmalıdır. Yəni biz təlim məqsədlərində mürəkkəb cümlələrdən istifadə etməməliyik. Biz sadə cümlə ilə fikrimizi ifadə etməliyik. Və burada da şagird onu oxuduqda qavraya bilməlidir ki, o nə edəcək. Sonra müəllimlər əlavə olaraq deyir ki, təlim nəticəsində yanlışa yol verilən cəhətlər. Dedik ki, bayaq stativ feillərdən, yəni ölçülə bilməyən feillərdə istifadə olunur. Məsələn, bilir, bacarır, görür. Bacarır, nə olsun ki, bacardı güya neynədir? Heç nə. Bildi güya neynədir? Heç nə. Gördü. Bax məsələn tutalım ki, mətndə deyək ki, ismin hallarına aid nümunələri görür. Hə, gördü neynədir ki?
Ondan nə kimi istifadə elədi? Heç nə. Gördü, qurtardı. Gördü, keçdi, qurtardı. Heç nə eləmədi uşaq burada. Sadəcə gördü və bu halda stativ olur və bu həqiqətən də belə deyək ki, şagird fəaliyyətinə müsbət təsir etmir. Sonra müəllim mərkəzli olmasa, müəllim tutalım ki, şagirdə öyrədir, müəllim lövhədə yazır, müəllim bu fəaliyyət müəllim mərkəzli müəllim üçün nəzərdə tutulur. Amma burada şagird üçün nəzərdə tutulan heç bir davranış, heç bir addım olmadı müəllimlər. Deməli bunları silək, davam eləyək. Davam eləyək. Digər səhifəyə keçək. Deməli müəllimlər, qiymətləndirmə. Qiymətləndirmə də dedik ki, yəni dərsin sonunda aparılır. Dərsin sonunda aparılır qiymətləndirmə. Qiymətləndirmə deyəndə bir tərəfdən deyirlər ki, müəllimlər, qiymətləndirmə dərsin hər mərhələsində aparılmalıdır. Bir də şagird qiymətləndirilir dərsin sonunda. Bu anlayışlar fərqlidir. Baxın, burada əsas şagirdin fəaliyyətidirsə, şagird məsələn tutalım ki, akvarium üsulunu reallaşdırırsınız, hə? Daxili, xarici qruplar olur, elə deyilmi? Deməli daxildə olanlar müzakirəçi, xaricdə olanlar müşahidəçi olur. Müəllim təlimatlandırır hər iki qrupu ki, yəni bunlar nə edəcəklər də, hansı işlə məşğul olacaqlar. Müəllim bunların fəaliyyətin əvvəlcədən onları anladır və özü kənardan durur, özü baxır. Müşahidəçi qruplar danışmamalıdırlar, qeyd götürməlidirlər, nələrə diqqət eləməlidirlər. Müəllim proses zamanı fırlanır sinifdə, müşahidəçi şagirdlərini də qiymətləndirir. Görək müşahidə qaydalarına uyğun olaraq onlar doğrudan da fəaliyyət göstərə bildilərmi? Müzakirəçi qruplara baxır. Görək bunlar müzakirə zamanı tələb olunan davranışları reallaşdıra bildilərmi? Yəni bütün bunlara müəllim diqqət edir və özlüyündə onlara qeyd götürür. Kənardan baxır, qeyd götürür. Qeyd götürür və dərsin sonunda bunu gündəliyə qeyd edilir. Niyə görə dərsin sonunda aparılır qiymətləndirmə? Çünki dərsin məsələn tutalım görür ki, müzakirədə şagird çox yaxşıdır. Amma akvariuma biz vaxt vermişik də, tutalım 15 dəqiqədən sonra bitəcək. Elə deyil? 15-20 dəqiqədən sonra bitəcək. Onda yerdə qalandan sonra da məsələn 15-20 dəqiqənin içərisində müzakirəyə görə mən şagirdin gündəliyinə tutalım ki, dedim ki, müzakirədə aktiv iştirak edir. Aktiv iştirak edir, müzakirə zamanı fikirlərini aydın izah edir. Məsələn tutalım ki, təlim qiymətləndirmə meyarını mən şagirdin gündəliyinə yazdım. Məsələn dərs başlayandan sonra da deyək ki, 5 dəqiqə motivasiya getdi, tutalım ki, 3 dəqiqə motivasiya getdi. Qalan hissəndə 15-20 dəqiqəsi. Axı yerdə qalan dəqiqələri mən nə edəcəm? Onda belə çıxır ki, şagirdi tam şəkildə qiymətləndirmədim. Ona görə də deyilir ki, qiymətləndirmə həm dərsin bütün mərhələlərində aparılır, həm də sonda aparılır. Dərsin bütün mərhələlərində aparılır. Müəllimin müşahidəsidir şagirdə, dərsin sonunda aparılan isə şagirdin gündəliyinə qeyd olunmalıdır. Deməli, qiymətləndirmə meyarları hazırlanarkən ümumiyyətlə hansı prinsiplər özünü göstərməlidir müəllimlər? Birinci olaraq göstərəcək özünü uyğunluq prinsipi. Bu nə deməkdir müəllimlər? Biz təlim məqsədlərində uşaqdan nə gözləyiriksə, qiymətləndirmə meyarları da onu əks elətdirməlidir. Qiymətləndirmə meyarı onu əks elətdirməlidir. Məsələn, mən tutalım, təlim məqsədini müəyyən eləmişəm ki, deməli, ismin hallarına uyğun, hallarından belə deyək də, deyək ki, ədəbiyyatdan götürək. Hekayəni oxuyarkən, belə deyək, hekayəni oxuyarkən öyrəndiyi söz və yəni öyrəndiyi söz və ifadələrin nitqində istifadə edir. Deməli, şagird öyrəndiklərini nitqində tətbiq edir də, elə deyil? Tətbiq eləyir və tətbiq eləyir. Mən şagirddən məqsəd olaraq bunu qoymuşam. Şagird bilir ki, ondan bu gözləniləcək və qiymətləndirmə meyarımı da ona uyğun etməliyəm. Məsələn, tutalım ki, mən şagirddən gözləyirəm ismin halları ilə bağlı nə isə icra etməyini gözləyirəm, müəllimlər, isimlə bağlı. Qiymətləndirmə meyarımda da yazmışam ki, nə? Durğu işarələri ilə bağlı. Deyəcəm ki, yəni mətndə buraxılmış durğu işarələrini tamamlayır. Deməli, qaydaya əsasən tamamlayır deyək. Məsələn, mən məqsədimi qoymuşam ismin halları ilə bağlı, qiymətləndirirəm nəyi? Durğu işarələrini və burada uyğunluq prinsipi pozulur. İndi qiymətləndirmədə öyrənəcəyik ki, daha geniş öyrənəcəyik ki, uyğunluq prinsipi nədir? Hələlik bu qədər bilək. Deməli, uyğun olmalıdır. Uyğun nədir? Deməli, məqsəddə mən nəyi gözləyirəmsə, meyarda da o olmalıdır. Meyarda da o olmalıdır. Yəni, bu bilirsiniz hansı məntiqlə gedir? Mən dərsin girişində yuxarıda yazdım ki, tutalım da hansısa məqsədi yazdım. Qiymətləndirmə meyarı da onu ölçməlidir. Yəni şagird bilir ki, dərsdə o məqsədə əsasən qiymətləndiriləcək. Şagird bunu anlamalıdır və fəaliyyətini də ona uyğun şəkildə tənzimləməlidir. Dərs prosesinə daha ciddi şəkildə cəlb olunmalıdır. Müəllimlər, sonra müəllim açıq və spesifik olmalıdır. Biz deməli təlim məqsədləri üçün nə dedik? Açıq və spesifik olmalıdır. Qiymətləndirmə meyarı da elə olmalıdır. Aydın və spesifik olmalıdır. Yəni şagirddən müəllim əvvəl təlim məqsəd Gəlirəm. Hə. Deməli, aydın və spesifik olmalı. Qapını bağla oğlum. Gəlirəm indi. Dəqiqə düzəldəcək. Hə, deməli, üzr bilmənlər, səsi bağlamalı oldum. Deməli, dedi ki, aydın və spesifik olmalıdır. Bax, necə təlim məqsədi? Yəni, bir məqsədə qulluq eləyir, şagirddən bir şey tələb eləyir, öyrənməyi. Meyar da elə olmalıdır.
konkret olmalı. Yəni valideyn oxuyanda bilməlidir ki, şagird nəyə əsasən qiymətlə. Məsələn, biz uşağa yazırıq, məsələn, gündəliyi yaxşı. Yazırıq uşağa tutalım ki, yüksək. Axı uşaq nədə yüksək oldu? Uşaq heç özü bildiyi nədə yüksəkdir? Onda elə biləcək ki, uşaq mükəmməldir. Yaxşı yazdıq, uşaq nə biləcək ki, nədə yaxşı oldu? Məsələn, tutalım uşağa mən 5 yazdım. Uşaq nədə bildi axı? Nəyə görə məsələn 5 aldı? Deyəcək ki, dərsdə fəallıq göstərdim, 2 dəfə cavab verdim. Buna əsasən fikirləşəcək. Amma yəni bu qiymətləndirmə meyarları şagirdin fəaliyyəti barədə aydın məlumat verir və şagird özü öz fəaliyyəti barədə aydın şəkildə məlumat almış olur. Evdə valideyn də gündəliyə baxanda görəcək ki, nəyi yəni şagirdi uşaq bu gün hansı belə deyək ki, hansı fəaliyyətə əsasən, yəni bu cür qiymətləndirilib. Yəni bunu valideyn özü də görəcək. Əslində yəni valideynlər özləri də yəni bizim yəni nəsil, yəni biz özümüz də 5, 4, nə bilim rəqəmlərlə qiymətləndirilməyi öyrəndiyimiz üçün bəzən valideynlər istəyirlər ki, uşaqlar rəqəmlərlə qiymətləndirilsin. Amma yəni o ümumidir axı. Yəni o ümumidir. Əslində konkret olmalıdır. Sonra müəllimlər, yəni qiymətləndirmə daha sonra müəllimlər ölçülə bilən olmalıdır. Yəni qiymətləndirmə meyarı ölçülə bilən olmalıdır. Ölçülə bilən də o deməkdir ki, müəllimlər, yəni müəllim şagirdi həqiqətən də qiymətləndirə bilməlidir. Yəni təlim məqsədinə əsasən qiymətləndirə bilməlidir. Yəni burada meyarlar elə nəzərdə tutulan biliklər elə olmalıdır ki, yəni o yazılar elə olmalıdır ki, şagird doğrudan da özü öz fəaliyyətində özü müəyyən edə bilməlidir. Yəni müəllim özü də qiymətləndirməni başarmalıdır. Yəni aydın və spesifik olandan sonra şagirdin fəaliyyətini ölçə bilməlidir. Şagirdlə bağlı aydın təsəvvür formalaşdırmalıdır fəaliyyəti ilə bağlı. Sonra müəllimlər effektiv qiymətləndirmə olmalıdır. Proses aparmağı təmin edir. Yəni effektiv qiymətləndirmə prosesi aparmağı təmin edir. Yəni burada qeyd edirik ki, qiymətləndirmə meyarı şagirdin işini dəyərləndirmək və onun inkişafına yönəlik konstruktiv rəy verir. Konstruktiv rəy nə deməkdir? Gələcəyə yönəlik rəy verməkdir. Bax məsələn tutalım ki, şagird çətinlik çəkir. Mətni oxuyub çətinlik çəkir. Yaxınlaşıb nə deyirəm uşağa? Deyirəm ki, çünki sözüm başa düşməyib də. Yaxınlaşıb deyirəm ki, bəs sən məsələn da belə mətni diqqətlə oxuyub lüğətdən istifadə etsən, işini effektiv şəkildə qura bilərsən. Bilərsən bu konstruktiv rəydir müəllimlər. Gələcəyə yönəlib. Görsə gələcək zaman aiddir. Deyək ki, sən lüğətdən istifadə edə bilmirsən deyə ona görə çətinlik çəkirsən. Sən deməli diqqətli olmadığına görə səhv yazdın. Bu artıq konstruktiv rəy deyil. Bu artıq şagirdi fəaliyyətdən soyudan, inkişafa qapalı düşüncə tərzinə salan bir fəaliyyətdir. Bu qədər müəllimlər. Deməli gəlin bir də ümumi baxaq prosesə. Deməli dedik ki, bax bunu yadda saxlayın. Bax həm qiymətləndirmə, baxın. Həm qiymətləndirmə müəllimlər. Yaşılla qoy eləyim. Həm bu qiymətləndirmə, həm də bu öyrənmə fəaliyyətləri müəllimlər təlim nəticələrinə əsasən müəyyən olunur. Təlim nəticələrinə əsasən müəyyən olunur. Deməli, müəllim dərsə girəndə lövhədə nə yazmalıdır? Təlim məqsədlərini, təlim nəticəsini, dərsin təlim nəticəsini və eyni zamanda qiymətləndirmə meyarını. Sonra müəllimlər, deməli dedik ki, alt standart harda qeyd olunur? Alt standart jurnalda dərsin adını yazırıq, sonra jurnalda alt standartı yazırıq. İndi mən sabah çəkib ataram. Yəni inşallah baxarsınız ki, necədir. İllik planda mövzunun adı olur, bir də standart olur, bir də cari planda. Cari planda biz standartı yazırıq. Standart elə ki, ümumi gedir. Biz bir standartı bir neçə mövzuda istifadə edə bilərik müəllimlər. Amma standartdan çıxardığımız təlim nəticəsi bir dərs üçündür. Yəni məsələn, mənim tutalım ki, isim mövzusunu keçirmişəm, 4-1-6 standartını reallaşdırmışam. Ondan çıxardığım təlim məqsədi bu dərs üçündür. Yəni o biri dərsə aid deyil. Sonra belə dedi ki, dedi ki, müəllimlər smart texnologiyasına uyğun olmalıdır, spesifik olmalıdır, yəni konkret olmalıdır. Belə deyək, spesifik olmalıdır. Ölçülə bilən olmalıdır. Şagird çalışaraq onu əldə edə bilən olmalıdır. Yəni şagirdi dərinlərə sürükləməməlidir. Şagird çalışdı, dərsdə 5-10 dəqiqə fəaliyyət göstərdi və nəticə etibarı ilə yəni əldə elədi də nəticə. Yəni şagirdin öz əziyyətindən alınan belə deyək ki, nəticədə şagird öz əziyyət çəkdi, tapdı, yazdı. Məsələn, əgər burada məktəbin real imkanları nəzərə alınmalıdır, məktəbin infrastrukturu nəzərə alınmalıdır və ona uyğun şəkildə istifadə olunmalıdır. Elə ki, bir vaxt müəyyən olunmalıdır təlim məqsədini reallaşdırmaq üçün və o vaxta uyğun olaraq çalışılmalıdır. İndi bilirsiniz mən sizə nəyə baxmaq istəyirəm? Deməli, təlim nəticəsi necə yazılmalıdır? İcmalda baxın, sizə göstərmək istəyirəm. Bir dəfə eləyək bunu. Çünki mənə başqa proqramlarda lazım olur. Deməli, baxın, gəlin. Baxın, bu deməli cari plan nümunəsi, gündəlik plan nümunəsi müəllimlər hazırki dövrdə istifadə oluna bilən plan nümunəsidir. Gəlin elə bunu Zoom-da açım ki, üzərində mən qeydlər götürə bilim. Deməli Zoom-da açıram.
İcmal nümunəsi. Aha, baxaq. Burada açmadım. Müəllimlər. Görək burada açılacaq. Hə, bunu açaq. Ha. Ona görə cavab vermədim. Error verir. Deməli açıldı. Müəllimlər görürsünüz də ekranı, hərəkət eləməyin. Bəli. İndi gəlin baxaq icmal nümunəsi necə olacaq. İnşallah siz gələn bu vaxtda hansı icmaldan istifadə edəcəksiniz. Deməli müəllimlər, bu 2025-2026-cı illər üçün nəzərdə tutulub. Yəni yenisini əldə edəndə mən artıq sizə göndərəcəm. Deməli müəllimlər, indi bu məktəbdir, müəllimdir. Axı mən burada məndə zəng gəlir, vaxtım da gedir. Mama, indi dərsdəyəm, sonra zəng eləyərəm sənə. Deməli, baxaq. Çox asandır əslində. Yəni bu 5Y modeli, sorğu araşdırma var idi, biz keçmişdik müəllimlər. Ona uyğundur. Yəni 5Y modelinə uyğundur. İndi burada müəllimlər burada baxın, məktəbin adıdır, müəllimdir, sinifdir, fəndir, tarixdir. Bunları mütləq şəkildə qeyd etməliyik. İndi cari planımızda bu məlumatları qeyd etməliyik. İndi gəlirik planın əsas məsələsinə. Bax burada yəni yazmalıyıq nəyi, standartı. Məsələn, bax indi mən burada yazıram, siz indi video izahda görəcəksiniz. Məsələn 1 standartı. Hə? Məsələn, illik planda siz bir dənə də standart yaza bilərsiniz, 2 dənə də, maksimum 3 dənə. Məsələn, 2 tutalım, asan yazaq da 2 2 oxşamadı heç ikilər. Hə, 2 standartı. Məsələn, burada yazdınız. Baxın, indi deməli dərsdə bizim addım-addım edəcəyimiz işlər nədir? Birinci alt standartı yazdıq. Sonra keçirik təlim nəticəsinə. Təlim nəticəsini yazırıq, müəllimlər. Təlim nəticəsini yazandan sonra keçirik qiymətləndirmə meyarına. Qiymətləndirmə. Baxın, indi illik belə deyək ki, icmal nümunəsi həm budur, həm də başqa bir nümunə göstərəcəm sizə. Bu yox, başqa nümunə əsasında mən göstərmək istəyirəm əsas. Bircə dəqiqə, mən onu sizə göndərmişəm. Buradan götürdüm də mən. Müəllimə, siz icmal deyəndə planlaşdırma nəzərdə Bəli, gündəlik dərs üçün. Sözlərdir yəqin ki, onu. Necə? Yəqin sinonim sözlərdir də onlar. Plan, bəli, icmal, cari plan. Bunlar hamısı eynidir. İndi mən sizə bunun üzərində izah edirəm də. Baxın, bu məlumatları qeyd edəndən sonra alt standartı qeyd edirsiniz, sonra təlim nəticəsini qeyd edirsiniz. Sonra müəllimlər, bax təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı müəyyən etməlisiniz. Bax, qiymətləndirmə meyarı mütləq təlim nəticəsinə uyğun olmalıdır. Kənar bir şey uşaqda qiymətləndirməməlidir. Yəni uşaqdan nə tələb edirsinizsə, onda qiymətləndirməlisiniz. Bax, o olmalıdır. Sonra mövzunun adını yazırsınız, resurs. Bax, bunlar var ha müəllimlər. İndi bu keçdə. Bunlar artıq öyrənmə fəaliyyətinə aiddir. Yəni mövzudur, ondan sonra resursdur, inteqrasiyadır, hansı fənlərlə inteqrasiya edirsiniz. Ola bilər fənnin özü ilə inteqrasiya edirsiniz. Ola bilər ki, Azərbaycan dilinin özündə üfüqi inteqrasiya apardınız. Ola bilər ki, nə bilim, belə deyək də, coğrafiya fənni ilə inteqrasiya elədiniz və həmin fənnin də standartını yazacaqsınız. Bunlar hamısı indi siz illik plan yazanda inşallah metodik vəsaitdə var. Siz metodik vəsaitdən istifadə edərək illik plan yazacaqsınız. Amma cari planda yazarkən də siz illik plandan istifadə edirsiniz. Deməli, sonra dərsi necə təşkil edirsiniz? Dərsi məsələn necə açırsınız? Ola bilər ki, dərslə bağlı məsələn tutalım ki, uşaqlarla yəni mövzu ilə bağlı frontal sorğu keçirə bilərsiniz. Bu nə deməkdir? Artıq uşaqlar keçdiyi mövzu ilə bağlı frontal sorğu elə suallar verirsiniz ki, elə bir təkrar suallardır. Verirsiniz və uşaqlar o sualı uyğun cavablandırırlar. Hər kəsi dinləyirəm.
Müəllimə qaranlıqdır. İndi gəldik mövzuna. İndi Hə. Deməli bax, mövzunu yazdıq, resursu yazdıq. Ola bilər iş vərəqləri. Bax məsələn mən sizdən soruşdum hansı iş üsullardır ki, onlarda iş vərəqlərindən istifadə olunur. Məsələn iş vərəqlərindən istifadə eləmisinizsə onu yazırsınız. Lüğətdir, dərslikdir, elektron lövhədir, audialdır. Məsələn səs yazısından istifadə edə bilərsiniz. Və sairə bunları nə istifadə eləmisinizsə dərs prosesində o resursları qeyd edə bilərsiniz. İnteqrasiyada ola bilər ki, həm fənlərarası inteqrasiya edə bilərsiniz, həm məsələn fən daxili üfüqi inteqrasiya edə bilərsiniz. Nə eləmisinizsə onu da standart ilə məsələn fən yazırsınız ki, xarici dildə x.d. Məsələn tutalım ki, 1 2 4 standartı. Məsələn aydın şəkildə yazmalısınız onu, araşdırıb yazmalısınız. Sonra müəllimlər bax deyim, dərsə birinci başlayanda siz illik plan hazırlayırsınız. İllik planı siz metodik vəsaitə əsasən hazırlayırsınız. Çünki mövzular özləri də metodik vəsaitə əsasən aparılır. Ola bilər ki, baxın, məsələn il ərzində siz bu sinifə, məsələn tutalım yarım il ərzində sizin bu sinifə 60 saat dərsiniz olmalıdır. Bu 60 saatın elə ki baxırsan ki, mövzular nə qədərdir? Yəni 45 dənə mövzu var. Siz bu 45 dənə mövzunu o saata uyğunlaşdırmalısınız. İndi məsələn tutalım ki, ədəbiyyat fənnidirsə, siz ədəbiyyat fənninə uyğun olaraq 3 dəfə summativ əlavə edə bilərsiniz. Summativdən əvvəl məsələn ümumiləşdirici dərs, 6 dərs belə əlavə olundu. Məsələn elə dərs var ki, orada standartlar çoxdur. Məsələn sizin öz ixtiyarınızdadır ki, bir mövzunu 5 dəfəyə qədər artırıb keçə bilərsiniz müəllimlər. 5 dəfəyə qədər artırıb keçə bilərsiniz. Yəni təbii ki, o mövzunun çətinlik dərəcəsinə aiddir və reallaşdırıla biləcək standartın çoxluğuna əsasən. Çünki artıq bundan sonra elə olacaq ki, və metodik vəsaitə elə bir şeylər təşkil olunacaq ki, standartlar nə qədərsə o qədər standarta uyğun olaraq mövzular keçirilməlidir və bütün standartlara uyğun bilik bacarıqlar şagirdlərdə öyrədilməlidir. Şagird bunu öyrənməlidir. Deməli sonra dərsdə də nə edirsiniz? Uşaqlarla hansı fəaliyyəti icra edirsiniz? Məsələn, dərsin motivasiya mərhələsində hansı üsuldan istifadə elədiniz? Şagirdlərin cavablarını dinlədiniz. Ondan sonra qrup işi apardınız, neçə dəqiqə apardınız? Onu da yəni dərsdə görəcəyiniz işləri qısa şəkildə qeyd edirsiniz. Görürsüz, bu yer özü böyük deyil. Yəni realda da vərəqdə də böyük deyil. Qısa şəkildə qeyd eləməlisiniz ki, çatsın. Yəni burada uzun-uzadı nə isə yazmırsınız. Yəni müəllimin fəaliyyətinə istiqamət verir. Sonra görürsüz ki, iş üsulları yazırsınız, iş forması yazırsınız. Refleksiya üsulu hansı idi müəllimlər? Refleksiya üsulları. Məsələn, formativ qiymətləndirmədə də şagirdlərə refleksiya imkan verən üsullar hansıları idi? Bax, o üsullar refleksiyanın qarşısında. Diferensial sual və tapşırıqlar. Bu nə deməkdir? Hər kəsə uyğun və hər kəsin tapa biləcəyi bir sual verirsiniz bu dərsin sonunda şagirdlərə. Sonra qiymətləndirmə meyarı. Məsələn, tutalım ki, lüğətdən istifadə etmək, demək belə deyək ki, hekayəni oxuyarkən öyrəndiyi sözlərdən nitqində demək istifadə etməkdə çətinlik çəkir. İkinci səviyyə yaza bilərsiniz ki, əvvəlini demirəm, indi müəllimin köməyi ilə demək olar ki, istifadə edir. Üçüncüdə yaza bilərsiniz ki, nitqindən qismən istifadə edir. Axırıncıda da yaza bilərsiniz ki, məsələn, nitqində demək olar ki, rahatlıqla məsələn axıcı şəkildə istifadə edir. Yəni bu da olur 4-cü səviyyə. Sonra müəllimlər indi bu icmal nümunəsində burada məsələn 7-yə qədər şagirdin adını, soyadını yaza bilərsiniz. Sonra müəllimlər axı səviyyələri yazmısınız axı siz burada. Sonra məsələn tutalım ki, uşağın biri deyək ki, Rasim, məsələn Fərəcov Rasim, məsələn çətinlik çəkir də, yəni yaxşı cavab vermədi. Onda birinci səviyyənin altına işarə qoyursunuz. Məsələn tutalım ki, məsələn Abdullayeva Lalə qismən icra edib. Onda 3-cü səviyyənin altına işarə qoyursunuz. O birisi məsələn tutalım ki, 4-cü səviyyəyə uyğun cavab versə, 4-cü səviyyənin altına işarə qoyursunuz. Bax bu şəkildə qiymətləndirmə, yəni cari planı yazmış oluruq.